Salam əziz izləyicilər, Rizvan Azimov, The Club Podboku personal məşqçi. Bugünkü məşqimiz olacaq qola, yəni biceps və triceps məşqi, supersetdə işləyəcəyik. Mən bu məşqi təzə başlayanlara məsləhət görmürəm. Bir müddət stajı olanlar bu hər məşqlərdən istifadə edə bilərlər. Birinci hərəkət olacaq triceps push down. 15 repetition eləyəcəyik. Bu hərəkətdə ən çox edilən səhvlərdən biri odur ki, dirsək çox zaman oynayır. Bu dirsəyi biz kürəyimizə sıxmalıyıq və maksimal dərəcədə aşağı və triceps əzələlərimizi sıxmalıyıq, təzyiq qada saxlamalıyıq. Hal-hazırda biceps pressure curl işləyəcəyik. Bu hərəkəti biz 12-15 arası sadə yerinə yetirəcəyik. Aşağı nəfəsi içəri, yuxarıda buraxırıq. Bu hərəkətdə ən çox edilən səhv odur ki, çinlər çox qabağa düşür. Biz çinlərimizi kontrolda saxlayaq. Gələk növbəti hərəkətə. Bu hərəkəti 3-4 set edərək 12-15 sayda yerinə yetirməliyik. Növbəti hərəkət lying triceps extension olacaq. Bu hərəkətdə ən çox edilən səhv odur ki, dirsəklər çox qabağa gəlir bu vəziyyətdə və ikinci səhv odur ki, dirsəklər çox bir-birinə aralı olur. Çalışmaq lazım maksimal dirsək bir-birinə yaxın olsun və dirsək yerə 90 dərəcə bucaq altda birləşməlidir. Nəfəs alırıq, buraxırıq. Növbəti hərəkət standing biceps curl olacaq. Bu hərəkətdə ən çox edilən səhv odur ki, çinlər çox qabağa düşür və çox zaman məşq edənlər deyir ki, çinləri hiss edirəm. Ona görə çini maksimal arxaya və dirsəyə kürəyə yapışdırmaq lazımdır. Bu superseti 3 set, 14 yanaşma edəcəyiz. Növbəti hərəkətimiz olacaq rope triceps extension və hammer curl. İkisi bir yerdə işləyəcək. Rope triceps extension. Dirsəklər maksimum yuxarı baxır. Nəfəsi aldıq. Buraxdıq. Ən çox edilən səhv odur ki, dirsəklər çox yana gedir və çox arxaya buraxıb çinləri işə salırsın. Ona görə çalışın dirsəklər bir-birinə maksimum yaxın. Növbəti hərəkət dumbbell hammer curl olacaq.
çəki dalınca çox qaçmırıq. Nəfəs aldıq. Ən çox edilən səhv olur ki, dirsək qabağa buraxırlar və çiyinləri maksimum boş buraxırlar. Ona görə gəlir çiyinləri maksimum arxaya çəkib, dirsək kürəyə yapışdırıb, yuxarıda biraz bisepsə sıxırıq. Bu hərəkətdə daha çox bizim brachialis əzələlərimiz işə düşür və biceps əzələlər işlək vəziyyətdə olur. Bugünə bu qədər. Gələn məşqlərdə mən sizə sinə məşqini nümayiş etdirəcəyəm. Təşəkkür edirəm. Hələlik.